kadınlarımızın arka cərgədə qaldığının şahidi olduğu üçündür. Çünkü kadın evin sütunu, kadın evin direğidir deyirlər, amma qadına hörmət qoyan çox azdır. Qadın hər kəsin fikirləşir. Qadın hamı haqqında fikirləşir. Həyat yoldaşı, evladı, bugünkü yemək, sabahki evin tikilməyi, necə deyim, hər şey fikirləşir. Əsas məqsədimiz milli dəyərlərimizi burada doğulub, böyüyüb, boya başa çatan gənclərimizə və ailə quran, evlatları olan körpə balalara aşılamaqdır. Və biz keçən il ikinci bir tədbirimiz idi. Rusiya Federasiyasının qərarı ilə keçən il 24-cü il ailə ili idi və bu ailə ili ilə əlaqədar olaraq biz də bu təklifə qoşulduq və Ailələrin Görüşü adlı istirahət mərkəzində çox gözəl, açıq səmada çox gözəl bir tədbirimiz oldu. May ayının 25-də çox gözəl bir tədbir oldu və hardasa 158 nəfərə qədər ailəli, uşaqlı insanlarımız o tədbirdə iştirak elədi. Azərbaycanın və Rusiyanın himni altında insanların həyəcanın, yəni təsəvvür eləmək olmaz. O dərəcədə gözəl bir tədbir alındı ki, necə deyim, hətta yuxarı mərtəbədən aşağı baxırdım, o insanların bir-birinə qarışmağını gördüm, o insanların, yəni bizim xalqımızın və o istirahət mərkəzində başqa xalqların nümayəndələri də var idi. Bizim musiqimizə onların da qoşulub oynamağı insanın ürəyində fərəh hissi yaradır. Və sonra tədbirimiz olub, Xurşudbanu Natəvanın başqa tədbirlərinə ən çox əsas fikir verdiyimiz tədbirlər, bu demək olar dövlət səviyyəsində, çünki orada başqa xalqlardan, başqa millətlərdən qonaqlarımız da var idi, hətta başqa səfirliklərdən. O tədbirdə biz 19-cu əsrdə yaşayıb yaratmış Xurşudbanu, xan qızı Xurşudbanu Natəvanın həyatından çox gözəl bir ədəbi bədii gecə hazırladıq. Əlbəttə ki, kənardan heç bir köməyimiz yoxdur. Biz ancaq qrupun, birliyin köməyi ilə, xanımlarımızın maddi, mənəvi köməyi ilə bu tədbiri təşkil elədik. Siz de orada iştirak eləmişdiniz. Yəni biz xanımlar 19-cu əsri biz yaşadıq orada. O qədər gözəl təşkil olunmuşdu. Əlbəttə burada adlarını çəkməsəm günah olar. Bizdə filolog xanımımız var, Rəbiyə xanım və çox gözəl bizi həm bizim ağbirçəyimiz, həm də bizi yönəldən bir xanımımız var. Validə müəllimə, biz onu hətta validə ana deyirik. Çünki hər bir tədbirlərimizin əsas yönəlicilərindən də odur. Yəni onların məsləhəti ilə çox gözəl tədbirimiz oldu. Bir çox tədbirlərimiz olub, amma bu yaxınlarda
el şənliyimiz olan Novruz şənliyi yenə də çox gözəl təşkil olundu. O dərəcədə gözəl təşkil olunmuşdur. Məhəmməd xan müəllim, siz də həmin tədbirdeydiniz. Orada ocağımızdan başlayaraq, yəni bizim gözəl musiqiçilərimiz iştirakı ilə, zurna, balabanın iştirakı ilə, xanımlar milli geyimimiz olan qadının isməti, şərəfi sayılan kələyaqlarla o məclisdə iştirak elədilər. Yenə də cavanlarımızla, körpə balalarımızla və gözəl də şənliyimiz keçdi. Paxlavanın, Şəkərburanın qonağı oldular. Gözəl musiqilərin Gülbahar xanım var. Çox gözəl musiqiçidir. O Gülbahar xanımın gözəl musiqi tərtibatı ilə çox gözəl şənliyimiz keçdi. Bugünkü gündə yenə də burada yığışmışıq. Müqəddəs Ramazan bayramı, yəni biz o dini bayramları da qıraqda qoymuruq. Çünki Azərbaycan xalqı müsəlman bir dövlətdir. Yəni çöl tədbirlərimiz olur, xanımlar ora kələyağı ilə gəlir. Kələyağını biz necə deyim, özümüzünkiləşdirmişik. Artıq bu tədbirlərimizdə kələyaqlarla otururuq. Yəni o kələyağı bizim artıq necə deyim, bir adət ənənəmizə çevrilib ki, kələyağı ilə hər məclisimizdə kələyağı ilə oturaq və o məndən tələb elədi şəkilləri Azərbaycana göndərdi və orada Azərbaycanda da bizi fəxri fərmanla hər ayrı-ayrı xanımlara dedi. Mən amma məsləhət gördük ki, bu o ümumiyyətlə Banu xanımları üçün verilən bir fərman olsun. Yəni biz onu da udmuşuq. Allaha çox şükürlər olsun. Yəni belə işlər gedir. Layihələrimiz çoxdur, arzularımız çoxdur. Şərafət xanım, Rusiya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən hər hansısa bir işləriniz var mı? İzləmək hansı işləri istəyirsiniz? Əlbəttə ki, istəyərdik. O planlarımız deyim ki, nədən ibarətdir? Bizdə burada müəyyən xalqların, millətlərin, ümumiyyətlə Rusiya Federasiyası çox xalqlı millətlərin bir dövlətidir. Fikrimiz var belə ki, Azərbaycan artıq çox bir azad, müstəqil bir dövlətdir. 11 iqlim qurşağının 9-u Azərbaycandadır. Çox gözəl gəzməli, görməli yerləri var. Planlarımız var ki, yəni bu layihə olaraq hələ ki kitab arasındadır. İstərdik ki, yəni o xalqları, hətta burada yaşayan Rus xalqını da Azərbaycanla tanış etmək üçün, onun milli mədəniyyəti ilə tanış etmək üçün, tarixini göstərmək üçün buradan ora turist səfərləri təşkil eləyək və Azərbaycandan bura isə mədəniyyət işçilərini gətirə bilək ki, müəyyən tədbirlərimizdə iştirak eləsinlər və başqa xalqlarda onlar daha gözəl görə bilirlər. Çünki onlar artıq orada puxtələşmiş musiqiçilərdir, rəqqaslardır. Yəni burada var, burada da çox gözəldir, amma istərdik ki, dövlət bir səviyyəsində bir tədbirimiz olsun. Oradan bizə Azərbaycandan dəstək olsun. Biz onları bura gətirək və dövlət səviyyəsində bir tədbir təşkil edib başqa millətlərə, qonaq çağırdığımız millətlərə Azərbaycan mədəniyyətini göstərə bilək. Amma başqa bir fikirlərim, layihələrim də var. Bu gizli qalsın. İnşallah, yəqin ki, yenə nə vaxtsa görüşərik. Artıq onda mən sizə deyərəm ki, bax, mənim o gizli saxladığım planım bax, bundan ibarət idi. Məhəmməd xan mənim. Sağ olun, çox güzel. Bilirsiniz, yaxın gələcəkdə planlarınız barədə nə bilərsiniz? Bugün bax, bura yığışmışıq. Ramazan bayramının xanımlar qeyd edir. Həmin bu Bakinski bulvardır. Burada işləyən elə Azərbaycanlılardır. Gözəl təyyarları, gözəl yeməkləri ilə bizi Novruz şənliyində xanımlar çox razı qaldılar.
Bu gördüyünüz qapıdan indi xanımlar gələcək. Bugün biz Ramazan bayramını qeyd edirik. Yəni indiyə qədər xanımların dediyinə görə 30 ildən çox burada yaşayan xanımlar var. Belə bir şeyi yaşamayıblar. Necə ki, Novruz şənliyini elə yaşamamışdılar. Mən o xanımların hətta göz yaşlarını da gördüm ocağın ətrafında, o zurna balabanın sədaları altında yallı getməklərini göz yaşları ilə ki, biz illərdir buradayıq, amma bu gözəlliyi yaşamamışdıq. Bugün də həmin gözəlliklərdən biri olacaq. Mən də ona görə burada minnətdarlıq eləyirəm Bakinski bulvarın işçilərinə, administratoruna ki, bizi gözəl qarşılayırlar, gözəl təyyarları ilə qarşımıza çıxırlar, bizə cavan balalarımız, Azərbaycanlı balalarımız bizə qulluq edirlər. Özümüzü qəribçilikdə hiss eləmirik. Bir də bir nəfərin adını mən xüsusi qeyd eləmək istəyərdim. İndi söhbət getdiyindən düşdü Ənəs Həzrət. Ənəs Həzrət bizim ilk birliyimizi yığmışdıq. Bizim ilk tədbirimiz aprel ayının 2024-cü ilin aprel ayının 7-sinə təsadüf elədi. Çox yerlərə baş vurduq. Yəni bizə bir o qədər müsbət qarşılamadılar ki, biz bunları tədbirimizi keçirək. Bizə ilk qapısını açan Ənəs müəllim oldu. Bu Ənəs müəllim də Ənəs Həzrət də Müsəlman məktəbinin müdürüdür. Çox çalışır, bacardığı köməyi eləyir, bacardığı yardımı edir. Yəni ailə quranların kəbin kəsənidir. Yəni onun məcburiyyətin cavanlara başa salır ki, əsas kəbin lazımdır. Kəbin ailənin möhrüdür. Ki, onlar bəzən dövlət kəsilir, amma dini yolla kəsilən kəbin ailənin möhrüdür. Yəni bunları ev cavanlarımıza aşılayır, onlara xeyir dualar verir və buradan da Ənəs müəllimə minnətdarlıq edirəm. Yəni birləşmişik, balaca bir Azərbaycan yaratmışıq. Özümüz özlüyümüzdə, düzdür, o torpağın, suyun, yerini heç nə verə bilməz. Amma biz yığışmışıq bura, necə deyim, balaca bir Azərbaycan yaratmışıq öz işlərimizlə. Yəni xanımların, qonaqların razılığını görəndə başa düşürsən ki, sən nəsə bir işlər görməyə başlamısan. Amma fikirləşirəm ki, bəlkə bu işlərə bir 10 il qabaq başlasaydıq, indi daha böyük nəticələrimiz olardı. Yəni zaman bu zamandır, başlamışıq, çalışacağıq ki, bizim nizamimizi burada tanıdaq. Biz burada Hacı Zeynalabdin Tağıyevimizi tanıdaq ki, milyonçumuz olub, məşhur. Burada sonra xeyirxah insan olub. Biz burada tanıdaq məşhur rəssamlarımızı, biz burada balalarımızı tanıdaq Azərbaycan musiqisini, biz burada tanıdaq Dədə Qorqud kimdir, Qorqud dastanı nədir, dastanlarımız, yəni teatrallaşdırılmış bir şeylərlə o uşaqlar onu necə dərk eləyəcək? Ancaq teatrallaşdırılmış bir səhnəciklərlə yavaş-yavaş uşaqlarımız bugün əgər teatrallaşdırılıb Türk nağılını oynayırsa, gələcəkdə teatrallaşdırılıb biz irəli sürdüyümüz layihələri oynasınlar. İnşallah yəqin ki, bunlara nail olacaq. Çünki arzumuz böyükdür. Arzumuz böyükdür, artıq onları həyata keçirmək lazımdır. Biz də çalışırıq, xanımlarımıza da buradan minnətdarlıq eləyərim. Çünki əsas bu qüvvənin arxasında duran o xanımlardır. Yəni sayımız günü-gündən artır. O xanımlardır ki, hər çağırışa, hər layihəyə canı dildən qədəm qoyurlar, evlatları ilə, ailələri ilə məclislərimizdə, tədbirlərimizdə iştirak edirlər. Ən əsası da məni maraqlandıran gənclərimizdir. Artıq biraz gənc birliyimizi yaratmışıq. Çünki gənclərin daha çox olmağı bizim sabah gənclərə miras qoyub gedəcəyimiz bir işlərin artıq onlar davamçısı olacaq və onlardan sonra da davamçılar olacaq. Bu
birlik Xurşudbanu Natəvan bildiyiniz kimi çox gözəl bir xan qızı olmağına baxmayaraq el qızı olub. Kasıbın, küsubun əlindən tutan olub. Bizim də birlik belədir. Biz çalışırıq ki, o xanımın adına ləyək, işte, xanımlar kimi, Banu xanım deməkdir. O xanımın adına ləyək biz işləri görək və onun adına ləyək. Çünki biz belə bir xanımın adını götürmüşsiksə, başqa cür hərəkət eləyə bilmərik. Biz o xanımın adına ləyək, bir Azərbaycan xanımının adına ləyək, işlər görək və dövlət səviyyəsinə çıxaq. Mən buna əminəm, mən buna inanıram. Çünki artıq birlik öz sözünü bir neçə tədbirdə deyib. Yani siz ana səsinin adını tutunuz, yani o Moskvada Uşaq Müsəlman Məktəbinin yaratıcısı, onun bir xadim için gördüğü işlerde tədbirə aiddir. Diaspora təşkilatlarla əlaqəniz varmı? Onların hansı bir tədbir həyat geçirməsində işlər görürsünüz? Sözün düzü biz yaranan bir gündən burada mənim əvvəlcədən tanıdığım diaspora, çünki mənim həyat yoldaşım da hər zaman o sahə üzrə işləyən bir insan olub. Aziros deyilən bir cəmiyyət var. Yəni biz onların böyüklərinə çıxdıq. Sadəcə olaraq belə bir birliyin yaranmağın, yəni yaranmağı dedik ki, belə bir birlik yaranır. Elə bil ki, biz bir çayın axınına düşmək üçün bir izah elədim ki, bir lağım atırıq ki, bu siz gedən o çayın axınına biz də qoşula bilək. Çox gözəl qarşıladılar. Ədilə Əliyeva, Mehriban Sadıqova çox gözəl qarşıladı. Biz indi onların tədbirləri olanda onlarda iştirak edirik. Bizim tədbirlər olanda çox sağ olsunlar, onlar Mədəniyyət Mərkəzinin paltarlarından, milli geyimlərindən köməkliklər göstərirlər. Çox sağ olsunlar. Bizim də bir gözəl Novruz şənliyini məhz Gülbahar xanım gəldi. Çox da gözəl iştirak elədilər. Çox gözəl köməkliklər elədilər. Yəni köməyimiz var. Yəni mən ona görə onlara minnətdarlığımı edirəm. Yəni kim bizə kömək edirsə, yəni ancaq onun adını çəkə bilərik. Amma bölgələrdə müraciət eləyə bilərik. Hələ ki müraciət eləməmişik. Çünki o qədər tempimiz yüksəkdir ki, hələ ki, yəni yəqin ki gələcək planlarımızda bunlar da olacaq. İnşallah. Azərbaycanda fəaliyyət göstərən hər hansısa bir ictimai təşkilatla əlaqəniz varmı? Onlarla gələcək planlarınız varmı? Valla mən onu deyə bilərəm ki, Məhəmməd xan müəllim. Əli Kazımov var, onun da burada onun da bizə çox köməyidir. Hansı sahədə müəyyən bir yeri götürmək üçün o bizə çox köməklik edir. Buradan da ona minnətdarlığımı bildirirəm. Çünki hər bir layihədə çalışır ki, bizə hardansa bir kömək dəstəyini eləsin. Və Xurşudbanu tədbirində də Azərbaycanın Qadın Hüquqları Cəmiyyətinin minnətdarlıq məktubunu, demək bizi artıq Azərbaycanda da tanıyırlar, özümüz bilmədən də. Onların minnətdarlıq məktubunu almışıq və bizə böyük müvəffəqiyyətlər arzulayırlar. Bu müvəffəqiyyətlər arzulayırlar deyəndə insan bir balaca, yəni rahatlaşmır. Əslində sənə minnətdardırlarsa, sən öz işinlə, öz əməlinlə çiynində məsuliyyət hiss edirsən. İndi biz məsuliyyətimiz böyükdür. Çünki gələcək işlərimiz çoxdur, layihələrimiz çoxdur. Çalışırıq ki, bu gözəl işlərdə yenə də, necə deyim, o qədər layihələr güclüdür ki, amma yenə heç bir yerdən dəstəyimiz olmasa da çalışırıq, xanımlar sağ olsun, bacardıqlarım və ağbirçəklərimiz var. O ağbirçəklərin köməyi ilə tədbirlərimizi, məclislərimizi, layihələrimizi edirik. Mənim demək olar ən böyük arzum odur ki, bir Azərbaycan qadınını dövlət səviyyəli bir tədbir olsun və o tribunadan bir Azərbaycan qadınının çıxışını görməkdir. Şərafət xanım, sonda Mərcantılı izləyicilərinə sözünüz, arzularınız da var. Birinci, mən bir qadın kimi, bir ana kimi, Azərbaycanlı xanımı kimi
Mərzan TV işçilərinə minnətdarlığımı bildirirəm. Bildiyimə görə bu Türkiyədə yayımlanan bir televiziya kanalıdır və bizim birliyimizi tanıyan başqa türk millətləri də var. Bunlara daxildir türkmənlər, qırğızlar, qazaxlar, tatarlar və özbəklər. Yəni onlarla da biz sıx əlaqədəyik. Yəni ehsan süfrələrində, oruç süfrələrində, tədbirlərimizdə qonaqlarımız da olurlar. Və istərdim ki, Azərbaycanlı xanımı kimi, bir türk qadını kimi, mən Mərzan TV proqramının əməkdaşlarına, çəkiliş qrupuna və sizlərə minnətdarlığımı bildirirəm və bir türk qadını kimi, çünki qadın çox güclü bir qüvvədir, ailədə binövrədir, nahaq yerə deyilməyib ki, cənnət qadınların ayağı altındadır. Bir qadın ayağa durub gedirsə, arxasıyla bu qədər insan aparırsa və onu Mərzan TV kimi bir kanal tapıb onun haqqında veriliş çəkirsə, demək biz nəyəsə nail olmuşuq və bir daha minnətdarlıq edirəm və sizlərə də çoxlu gözəl insanları tapıb öz televiziya kanalımızda göstərməyi, tanıtmağı arzulayıram. Çox sağ olun. Yəni mənə dəyər verdiyiniz üçün, qiymət verdiyiniz üçün, yəni bu dəyər elə belə deyil, çox böyük məsuliyyətdir. Çalışacağıq ki, sizin bizə verdiyiniz dəyəri biz öz işlərimizlə, əməllərimizlə dəyərləndirək. Çox sağ olun Şərafət xanım. Verdiyiniz müsaadəyə görə sizə bir Azərbaycanımızın milli mənəvi dəyərlərinin davamçısı kimi sizə işlərinizdə uğurlar diləyim. Çox sağ olun Məmməd xan müəllim, minnətdaram sizə. Çox sağ olun. Gözəl xanımlar, bayramlarımız mübarək olsun. Allah borcumuzu qəbul eləsin. İnşallah həmişə gözəl günlərə yaşasın. Hoş gəldiniz, sağ olun. Necə ki bizim yeni ildə Snegushkasız olmaz, elə də bahar qızsız Novruz məclisi olmaz. Və sizin alqışlarınızla bahar qızlı biz məclisimizi dəvət edir.